lazımdır. Məsələn, bu şəkil verilib, deyir bunun fırlanması hansıdır? Sən də çəkirsən pozanın üstünə, hər bir üzünə. Fırladırsan fiquru, görürsən də, aydın məsələdir. İndi bizim prosta-2 hələ ki dərsimiz açılışdır. Əgər kubun açılışı verilibsə, onun tam bağlanmağını istəyirsə, o da hansı variantlara baxaq. Deməli, yadda saxlayın ki, kubun qarşı üzləri yanaşı ola bilməz. Birinci qaydamız budur, yazıram. Qarşı üzlər yanaşı olmur. Yanaşı olmaz. Yəni, bu bölünmüş hissə ilə bu üçbucaq yanaşı ola bilməz. Baxım görüm, hansı variantdadır? Bax, burada var, düzdürmü? Atdım B variantını. Başqa görmürəm. Bir də yanaşı üzlər hansıdır? Kvadratla budur da, qarşı üzlər daha doğrusu. Kvadratla xət. İndi görürüm, kvadratla xət harada? C variantında. Düzdürmü? Elə bu da gedir, yoxsa yox. 2 variant qalır. Daha sonra mən bu dairəni gətirirəm bura. Amma necə gətirirəm?